İlk dəfə mənə görə nə düşünmüşdünüz? Dedim ki, yox, mənim adamlarla Bugün mənim şirin qaynanam məni bəzəyəcək. Reversin bazasıdır. Evlənəndə oğlanın soyadını götürməsəydim, buna necə baxardınız? Top Face'in belə bir kanalisi var. Top Face'in kanalisi çox məşhurdur. ailədə bir soyad olmalıdır. Yaşdan götürməsəydim, deyir, pis baxardınız mənə. Baxardınız siz. Keçdik Kikonun konserləri, gəlinin yoldaşı Babinikili edibsə, şor gözlü edibsə, hər hansı bir səfər edibsə, bunun üstünə gəlin boşanırsa. Çox pis baxıram. Boşanması? Yox. Elə qəbul eləsin. Bana Bəs qadın eləsəyiz, sən xala? Kişiyə də olmaz. kişiyə də olmaz, intihas edibsə Yox. qələt edib. Nətər qələt edib? Xala, bir şey bağışlamaq olar. Biz də pakaj edən keç. Sən xala küsürəm, vallahi nə deyirsən? Mən qəbul eləmərəm. Bağışlamıram da. Anında silərəm. Keçdik, diyorum belə tent paletidir. Çox gözəl rənglər var. Gəlinin işləməsi. Əla baxıram. Əla baxın, xala. Gəlin işləməlidir. Şükür. Özü üçün. Dünya görüşü üçün. Wet Wild'ın bir tərəfi highlighterlı, bir tərəfi əllidir. Gəlinin ana deməməsi. Məcburdur sizcə gəlinin ana desin. Xeyr. Ana bir dənə olar. Maskara Extreme. Hələ elə belə vurmuşuq. Dəhşət. Yəni bunu alın, aldırın mütləq. Yəni yemək bişirə bilməməsi. Ayıb deyil. Kim hələ gələndə öyrənir ki, Wet Wild'ın da bu da. Çox qəşəng rəngi var, baxın. Gəlinizdə ən çox hansı xüsusiyyətini sevirsiniz? sevdiyim xüsusiyyətləri çoxdur. Mehriban, şirindir, hər şeyin yerini bilən. İlk dəfə mənə görə nə düşünmüşdünüz? Elcan deyəndə nə fikir etdi? Amma düzün deyil. Dedim ki, yox, mənim adamlarla Bu arada bunu ilk dəfə də izlədim. Çünki qazanlı ağdan biraz fərqli zonalar. Sonra ucaq dedim ki, hə, oğlum yanılmayıb. Şirin qaynanam olduğu üçün mən çox xoşbəxtəm. Əsl şir bürcü. O heç vaxt arxamca danışmayan, nə də olsa sıraz üzümə deyir. Və bu da nəticə. Peşirləndi elə mi?